9 fevral 2026-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natavan zalında tanınmış Nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəmalə Mirzəyevanın Öz qəbrini qazan adlı kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə tanınmış ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri, media nümayəndələri, eləcə də yazıçının ailə üzvləri iştirak edirdi. Təqdimat mərasimini xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, kitabın ön söz müəllifi Çingiz Abdullayev açıq elan etdi. Kitabı belə qoyublar ki, doğrudan da mənim çox xoşuma gəlib və əsədə dedim ki, gör necə ad tapıb bu kitaba və mən sizə deyim, mən istəyirəm öz minnətdarlığımı bildirim ki, bugün burada bir belə insanlar yığışıblar. Daha sonra mərasimi aparmaq üçün söz tanınmış ədəbiyyat tənqidçisi Əsəd Cahangirə verildi. Belə deyək də, səbəbdən nəticəyə doğru getmək tapdanmış bir yoldur da. Siz bəzi hallarda artıq nəticədən səbəbə doğru gedir. Bu da oxucunu intizarda saxlayır. O bilmək istəyir ki, nə baş verir baxı burada. Bütün diqqətini cəmləyir ki, bir söz də gözdən qaçırtmasın ki, nə baş verdiyini anlaya bilsin. Tədbirdə çıxış edən ziyalılar kitabda yer alan povest, hekayə və pyeslərdə həyat, ölüm və insanın mənəvi axtarışları mövzularının dərin bədii formada təqdim olunduğunu bildirdilər. Adların da çox fərqlidir, sərlövhələrin də çox fərqlidir və içindəki cümlələrdəki o novellavari təqdimatın özü də mən deyirəm yenə o xəbərlərdən gələn konkretliyə bağlıdır. Uğurların bol olsun əzizim, canın sağ olsun, yazasan, yaradasan və bir də oxucu sevgisindən heç vaxt əziyyət çəkməz. Tədbirin sonunda müəllif mərasim iştirakçılarına onun yaradıcılığına göstərən diqqətə görə təşəkkürünü bildirdi. Ən çox əziyyət çəkən, ən çox mənə ruh verən, dəstək verən insanlar çox minnətdaram. Çingiz müəllim, sonsuz sizə minnətdarım var hamımızın adından. Burada iştirak edən hər bir insana gözəl sözlər çox danışa bilərəm, amma burada iştirak edən hər bir insana çox böyük hörmətim, sonsuz sayğım var. Bundan gözəl bir şey yoxdur. Əgər insanı istəyənlər varsa, insan yaşamağa dəyər. Təqdimat mərasimi müəllifin oxuculara imzalı kitablar hədiyyə etməsi və xatirə fotolarının çəkilməsi ilə başa çatdı.